Nə torpağımı əlimdən aldı, Delfin MMC 13-15 nəfərə binadan evdə verdi, kompensasiya da verdi. İndi də gizlənirlər. Əgər hacısansa, kişisənsə çıx qabağa. Deyirəm, mən kişiyəm, mən hacıyam. Yetimlərin ahını necə yeyirsən? Çünki bu Xətai rayonunda qanun qayda yoxdur. Bunların dövlətdən xəbəri yoxdur. Öz başınadırlar ancaq. Satdım, yığdım bu tərəfə ki, tam mümkündür. Ona paltarları yiyirdi, əynimizin paltarlarını yiyirdilər. Çıxılmaz vəziyyətdə, nə dərmana baxır, nə heç nə tələ, heç tuta bilmirəm də, tuneldir də görsün ora. Girir, buradan girir, oradan çıxır, oradan girir, buradan çıxır. Heç nə eləyə bilmirəm. Hiləsi başı odur, hiləsi çox vəziyyət gərgindir. Bax belə, ehtiyatla gəlin, burada yıxıla bilərsiniz, ehtiyatla gəlin. Budur, mən buradan istifadə eləmirəm, tamamilə, qətiyyən. Baxın, ora bax, çək. İnsan yaşayası yerdə orada, qətiyyən. Özləri toxun acdan xəbəri olmaz. 45 ildir bu ünvanda yaşayıram. 77-ci ildən bu ünvanda yaşayıram. Xətai rayonu 2944-cü məhəllə, ev 131. 30 ildir ki, mən Xətai İcra Hakimiyyətində mənzil növbəsindəyəm, güzəştli mənzil növbəsindəyəm. Hal-hazırda 13-cüyəm. Mənim bu yaşadığım ərazi gördüyünüz vəziyyətdədir, çox ağır, acınacaqlıdır. Mənim burada evimin yaxınlığında torpaq sahəsi ki vardı, 45 ildir istifadəmdə idi. Orada xəstə qızımla bir otaq tikib yaşamışdım, 20 də meyvə ağacım var idi. Deməli, Delfin MMC əməkdaşları 2004-cü ilə saxta sərəncam alıblar. Polis tökdülər orada, 100 dənə Xətai rayonunun polislərin, icra başçısının, prokuroru. Məni polisin dubinkanın gücünə çöl atdılar. Lakin orada 13-15 nəfərə fərdi yaşayış evi də verdilər, kompensasiya da verdilər. Heç bir şey təklif eləməyiblər. Bu evimdə 2005-ci ildən tam qəzalıdır. Çünki burada ancaq ilanlar, krisalar yaşayır. Mənim qulağımı da dişləyiblər. Ona görə xəstə övladımdan həmin torpaq sahəsində mən yaşayırdım. İndi də baş prokuror məni qəbul edib, hal-hazırda 8 aydır Kamran Əliyev cənabları. Mən haqqımı, hüququmu Kamran Əliyevə çatdırdım. Bütün olanları, başıma gələn müsibətləri. Oğlum işdən gələndə böyük oğlum çaydaşın başına vurublar. Huşsuz vəziyyətdə yerə yıxılıb, and olsun Qurana. Yıxılıb yerə qan içində, üzündən qan axa gəlib. Sonra da yazır ki, Xətainin polisləri ki, cinayət tərkibi yoxdur. Deməli, mənim oğlum pis vəziyyətdə gəlib, gecə ilə təcili yardım çağırmışam. Sabunçu xəstəxanasına aparmışam, başına tikiş qoydurmuşam. Ekspertin də rəyi var. Mənim oğlumu həm vurdular, qana bələdilər, həm də bizi məhkəməyə saldılar. Üzümüzə durdular ki, güya mənim oğlum bunları şilləlib və qan içində olan mənim oğlumdur. Xəsarət alan da mənim oğlum oldu, zərbə alan da mənim oğlum oldu, ziyana düşən də biz olduq. Lakin bunu cinayət hesab eləmirlər. Bütün bu olanları mənim başıma gətirənləri ancaq Delfinin əli ilə, Delfin MMC-nin əməkdaşları ilə Xətai rayonu prokuroru, icra başçısı polisləri bizə qənim kəsiliblər 18 ildir. Prezidentin saytına da biz məktub göndəririk. Qızım yazır, özüm yazıram. Hamısını gizlədirlər. Hələ ki səsimizə səs verən yoxdur. Mənim şikayətimə baxılmır. Delfin MMC saxta sərəncamı 2004-cü ildə alıbdır. Deməli, sonra da mən daşınmaz əmlak dövlət reyestr xidmətinə vəkilin əli ilə sorğu vermişəm. Orada da yazılıb ki, nə əvvəllər, nə hal-hazırda mülkiyyət kimi qeydiyyatda yoxdur. Amma bu 45 ildir mənim istifadəmdə olub. Binanı tikən kimi, binanın adını dəyişdi, qoydu Timis Art MMC. Bakışəhər İcra Hakimiyyətinə yoxlama gəlib, bu ev yenidən sökülüb tikilməlidir. 26,9 kvadrat metrdir. Burada böyük məbləğ işlənmir. Amma hələ sağımdan, solumdan ancaq məni məngəniyə salıblar, sıxışdırıblar. Dəfələrlə qonşum, divar qonşum pəncərəmin ağzını bağlayıbdı, hava gələn yerimi. Orada maşın saxlayıbdı, illər keçib. 2 dəfə söktürmüşəm, yenə də divarımın qarşısından 1 metr yarımı həyətinin içinə salıbdı. Ancaq Allahın ətəyinə yapışmışam, bir də dövlətimin ali baş komandanından, Mehriban xanımdan, baş prokurordan, daxili işlərdən, ancaq bu 4 nəfərdən kömək gözləyirəm. Başqa aşağıda yerləşən bu məmurlar hər şeyi qulaq ardına vururlar. Heç icra başçısı məni qəbul eləmək istəmir, salamımı da almır. Görün, burada insan yaşayır. Mən ora kubik qoyuram, ora taxta soxuram, linoleum qoyuram, ayağım düşməsin, krisa məni yeməsin. O otağın birindən tamamilə istifadə etmirəm. İndi çəkib görəcəksiniz. Ancaq mənim bu yerim budur, balaca. Bir kravat, ora çıxıram,
Uşaq da bura kravata çıxır, belə yaşayırıq. Başqa yolumuz yoxdur. Kanalizasiya xəttini məqsədli şəkildə bağlayıblar. Məni aldadıb bu Delfinin söhbətindən sonra Suraxanıya Sabunçuya köçürdürdülər. Rəsmi sənəd vermirsən, mən hara köçməliyəm? Məni aldadır ki, gəl səni Suraxanıya Sabunçuya köçürdürəm, evi tikirəm. Yalandan. Hələ indiyə kimi icra hakimiyyəti mənə bir də rəsmi sənəd vermiş. Mən asan xidmətə müraciət eləyəndən sonra, dövlət arxivinə müraciət eləyəndən sonra sərəncamdan çıxarış aldım. Gördüm ki, mən doğrudan da 285-ci idim. Deməli, mənzil vermirsən ki, mən indi güzəşli mənzildə 13-cüyə düşmüşəm. Mən dayananda 285 idim. 30 ildir dayanmışam icra hakimiyyətdə mənzil növbəsində. Xəstə uşağımla. Birinci növbədə o xəstə qızıma mənzil verilməlidir.